Gələn ilin büdcə zərfi gündəmin əsas müzakirə istiqamətlərindən biridir. Yeni büdcə, yeni ümidlər deməkdir. Əsas odur ki, bu gözləntilər insanların həyatında özünü doğrultsun. Dünyada iqtisadi gərginliklərin, regional risklərin artdığı bir dönəmdə Azərbaycan yeni maliyyə ilinə hazırlaşır. 2026-cı ilin dövlət büdcəsi təkcə gəlir və xərclərin planı deyil. Bu sənəd həm də ölkənin növbəti inkişaf mərhələsinin iqtisadi xəritəsidir. Hökumətin məqsədi məhz bu inkişafı təmin etmək, sosial rifahı genişləndirmək, investisiya mühitini yaxşılaşdırmaq və qeyri-neft sektorunda artımı sürətləndirməkdir. Əmək haqları və pensiya artımı, regionlarda infrastruktur layihələrinin genişləndirilməsi də prioritet hesab olunur. Vətəndaşlara narahat edən sualsa birdir. 2026-cı ilin büdcəsi onların gündəlik həyatını necə təsirləndirəcək? Pensionerlərin pensiyasının avtomatik indeksasiyası həyata keçiriləcək. Yəni bu il muzlu işləyən şəxslərin muzlu əmək haqqının artım faizinə uyğun olaraq bu hal-hazırda təqribən 8-9% arasıdır. Növbəti ildə pensionerlərin pensiyasının artırılması gözlənilir. Bundan başqa yaşayış minimumunun artırılması, 15 manat artırılması ünvanlı sosial yardım xərclərində artmasına səbəb olacaq. Növbəti il üçün minimum pensiyanın və minimum əmək haqqının artırılması hələ nəzərdə tutulmur. Amma hökumət inflyasiyanın təsirlərini nəzərə alaraq həm pensiya kapitalının indeksləşməsinin həyata keçiriləcək, həm də əmək haqqı, orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq pensionerlərin pensiyasının artırılmasına həyata keçiriləcək. Beləliklə, görünən odur ki, gələn ilin dövlət büdcəsi sosial yönümlü olacaq. Müdafiə və təhlükəsizlik istiqamətləri də yenə də diqqətdə saxlanacaq. Təhsil, səhiyyə, Qarabağda quruculuq işlərinin həyata keçirilməsi prosesi də prioritet olacaq. İndi əsas məsələ bu gözləntilərin rəqəmlərdən reallığa çevrilməsidir, deyə iqtisadçılar qeyd edirlər.